Kafkanı oxuyanda bir çox hallarda bir neçə dəfə qaranlıq, belə deyək də, qaranlıq formada vəh gələ bilir insana. Yəni bəlkə də bu doğru söz deyil. Amma məsələn artıq sistemlərin, qurulmuş sistemlərin öz individual, daha doğrusu individual bəli, hissələri ilə düşmənçilik aparmasını çox açıqlıqla görmək olar. İndi belə deyək, bu Kafkanın yanaşmasıdır. Başqa bir yazıçının, filosofun və s. yanaşması fərqli ola bilər və bu heç də mənim də şəxsi tam olaraq yanaşmam deyil, amma çox böyük həcmdə üst-üstə düşən fikirlərimiz var Kafka ilə. Yəni Kafkanı insan oxuyanda nə başa düşür? Başa düşür ki, deyək ki, məsələn, çevrilmə əsərini götürək. Başa düşür ki, onun ailə üzvləri ona müəyyən fayda çərçivəsində, həmin faydanın təmin edilməsi şərti ilə ona qarşı öz sevgi və məhəbbətini təqdim edə bilir. Və həmin fayda kəsiləndən sonra, çünki Qreqor Zamza böcəyə çevriləndən sonra artıq işə gedə bilmir, bu ailə üzvləri üçün siqnal olur ki, ailənin maddi sıxıntıları olacaq. Başqa sözlə, ənənəvi, belə deyək, ənənəvi vəziyyət pozulur və ailə üzvləri başa düşür ki, onlar əziyyət çəkəcəklər və Qreqor Zamzaya görə əziyyət çəkəcəklər. Halbuki Qreqor Zamzaya görə onlar yeri gələndə fayda götürürdülər də, yəni fayda əldə edirdilər. Həyatları daha asan idi. Və bir sistem kimi ailə həmin o fərdə qarşı öz əsl üzünü göstərməyə başlayır. Artıq müəyyən bir çevrilmə həqiqətən baş verir. Söhbət təkcə Qreqor Zamzadan getmir, onun ailə üzvlərindən gedir. Hətta orada daha çox belə qaranlıq məsələlər də var. Yəni sistemlə fərd arasında bax belə məqamlar var. Sadəcə Kafkanın gözləri ilə bütün bu mövzulara baxanda bir qədər daha belə qaranlıq məsələlər bəzən üzə çıxa bilir. Amma yenə deyirəm, əvvəl də bu haqda danışmışam. Məsələ burada depressiyaya düşmək məsələsi deyil. Məsələ burada bundan öyrənmək məsələsidir ki, əsl həqiqət nə yerdədir. Məsələn, sistem sadə formada düşmənçilik aparsaydı, öz, deyək ki, fərdi hissələri ilə, başqa sözlə vətəndaşlarla, məsələn, Kafkanın dünyasından söhbət gedir, əslində hər şey çox daha sadə olardı. Kafka bizə belə bir sadə mənzərə təqdim etmir. Kafka deyir ki, nəinki sistem öz fərdi ilə mübarizə aparır, düşmənçilik edir. Ümumiyyətlə sistem həmin fərdi tanımır. Ciddi, əhəmiyyətli bir şey kimi tanımır və bunu ona yeritməyə çalışır, başa salmağa çalışır. Və bununla da fərd öz əhəmiyyətini o qədər itirir, acizləşir və s. Sistem hər keçən gün öz gücünə güc qatır və beləliklə də qeyri-müəyyən davranışlara və ya fikirlərə malik olan hansısa bir element tərəfindən təhdidə uğramır. Çünki onun əsas məqsədi özünü qorumaq və müəyyən bir dəyər əldə etməkdir həmin o fərdlərdən. Bugün çöldə 2026-cı ildir və dünya tarixinə baxanda, dünyanın bugünkü dövrünə baxanda, müxtəlif ölkələrdəki müxtəlif təlatümlərə baxanda bu fikir bir xeyli özünü doğrulda bilir. Bəzi ölkələr istisna ola bilər, amma mənə elə gəlir ki, Kafka bu istiqamətdə çox ciddi bir məsələyə toxunub və çox ciddi bir töhfə verib bizim bəzi şeylərə başa düşməyimiz üçün. Ona görə də Kafkaya qulaq verməyinə dəyər, düzdürmü? Yəni Kafkanın dünyasında Qreqor Zamza kimi bir adam və ya Joseph K. kimi adamlar məğlub edilməyəcəklər. Onlar müəyyən prosesdən keçəcəklər. Onların mənəvi dünyası, ruhu sanki sındırılacaq və onların fərdiliyi əllərindən alınacaq və burada biz əslində nifrəti görmürük. Biz sistemin fərdə olan nifrətini görmürük. Sistem çox soyuqqanlı formada, məntiqlə və qurduğu bürokratik sistemlərlə, bax burada sistem sözü çox önəmlidir, sadəcə əzir. Fərdi əzir, keçir üstündən. Amma fərdin yaşadığı təcrübə kifayət qədər romantikləşdiriləndə çox ciddi bir hekayənin, çox ciddi bir romanın süjetini və təhkiyəsini əmələ gətirir ki, yəqin ki, bununla hamı razıdır ki, Kafkanın obrazları müəyyən mənada çox romantikdirlər əslində. Onlar hiss eləyirlər, onlar ümid doludular, onlar çalışırlar ki, nəyəsə nail olsunlar
birbaşa formada olmasa da ən azından dolaylı olaraq nəyisə dəyişdirsinlər, hansısa problemin öhdəsindən gəlsinlər və s. və s. və s. Ona görə də bax bu çərçivədə düşünəndə Kafka bizə səthi nəyəsə fokuslanmağı yox, dərinliyə getməyi aşılayır. Dərinliyə get. Orada fərqli, bəlkə də daha qorxulu şeylər görəcəksən, amma qorxu özü-özlüyündə belə deyək də dəf edilə bilən bir şeydir. Çünki əgər insan həqiqəti öyrənmək istəyirsə, qorxular gec-tez geridə qalır. Və bir çox hallarda bir şey demək istərdim ki, absurd elementlər var. Məsələn, Kafka deyir ki, əgər sən günahkarlıqda ittiham olunursansa, yəni bir müttəhimsənsə, belə deyək, və öz günahının nədə olduğunu öyrənmək istəyirsənsə, sən daha çox günahkar olacaqsan. Başqa sözlə, sorğulamaq qeyri-rasional bir şeydir. Yəni, sistemin gözündə fərd daha çox günahkar olur. Əgər o daha çox sorğuluyursa məsələni, sorğulamırsa, qəbul edirsə, onun üçün daha rahat yoldur. Bu, onun üçün daha rahat yol olacaq. Mən sizə bir şey deyərdim ki, yəni bu özü-özlüyündə bugünkü bir çox sistemlərin dilini izah edən bir şeydir. Bürokratiya o qədər mürəkkəbləşib ki, çox asanlıqla həmin mürəkkəb sistemlər əslində ehtiyac olunmayan bir şey olduqlarını həm özləri başa düşə bilirlər, həm də başqaları tərəfindən bunu görə bilirlər. Və daha çox mürəkkəbləşməyə, daha çox ümumiləşməyə gedərək fərdə qarşı çox inanılmaz bir əzici qüvvə əldə edirlər. Çox qəribə bir reallıq var. İnsanlar bugün dünyanın müxtəlif ölkələrində yoxsulluqdan əziyyət çəkə bilər və yaxud da repressiyalardan əziyyət çəkə bilər və yaxud da başqa işlərdən əziyyət çəkə bilərlər. Yəni, dünya siyasətində bu nümunələr var. Və bədii ədəbiyyat 100 il bundan öncə və yaxud da biraz da daha çox bundan öncə artıq bütün bu problemlərin kifayət qədər geniş vüsət alacağını proqnozlaşdıra bilirdi. Kafka bu məsələdə olduqca uğurludur. O sistemin dilinin əslində eyni qaldığını, sadəcə olaraq istifadə olunan sözlərin, prinsiplərin, bəzi şeylərin dəyişdiyini bizə göstərə bilir. Sistem bugün o baxımdan Kafkanın dünyasından elə də fərqli deyil. Başqa sözlə, sistemin dillərini və yaxud da dilini başa düşmək istəyirsə, Kafka oxuyun. Və Kafkanı oxuyanda buna bir romantik bir roman və ya hekayə kimi yanaşmayın. Bu mətnlər bir çox hallarda bizə absurd gəlsə də, məntiqsiz gəlsə də, əslində sistemin dilini bizə izah edə bilir. Sadəcə hər bir fərdin hekayəsi fərqlidir. Hər bir fərdin təcrübəsi fərqlidir. Bəzi adamlar bəzi şeylərdə əziyyət çəkə bilər, o birisilər o əziyyəti çəkməyə bilər. Ona görə də Kafkanı oxuyan şəxs həmişə fərqli şeylər hiss edə bilir, fərqli şeylər öyrənə bilir. Bəziləri çox yaxşı empatiya qurur, bəziləri qura bilmir. Bəziləri pessimizm görür, bəziləri sistemin dilini öyrənə bilir, bəziləri həqiqəti öyrənə bilir, bəziləri isə əksinə, bəlkə də motivasiya alır. Bax, belə çox çalarlı vəziyyət var Kafka ilə bağlı məncə. Mən bir şey etiraf edeyim ki, mən Kafkanın bütün əsərlərini oxumamışam və hamısı haqqında məlumatlı deyiləm və tədricən vaxt olduqca onları oxuyacağam. Amma mənə elə gəlir ki, çox böyük fərqlər də yoxdur onun əsərlər arasında. Çünki fərd və sistem qarşıdurması, sistemin özünü standartlaşdırmaq cəhdi, yəni fərdləri standartlaşdırmaq cəhdi və daha çox fayda hasil etmək istəyi hər biri onun əsərində mövcuddur. Mənə elə gəlir ki, Kafka bu məsələdən özü şəxsən çox əziyyət çəkirdi və öz əziyyətini izah etmək istəyirdi, özünü ifadə etmək istəyirdi və başa salmağa çalışırdı ki, onun bu əziyyəti əslində elə də unikal deyil. Sistem əgər ümumi bir anlayışdırsa, fərdin əziyyət çəkməsi bu sistem səbəbindən
əgər birləşsə, kumulyativ formada artsa, bu da əslində ümumi bir şeydir. Yəni biz tək-tək fərdlərə baxıb sistemin gözündə necə onların aciz olduğunu görə bilərik. Amma milyonlarla belə insanı bir araya gətirsək, sistem qədər ən azından güclü ikinci bir çoxluğu görmüş olacaq. Bilirsiniz, bunlar hamısı kifayət qədər maraqlı mövzulardır. Çox danışmaq olur bunların haqqında. Amma günün sonunda mesaj dəyişmir. Kifayət qədər sadə mesajımız var ki, bəs bu elə bir mübarizə olacaq ki, böyük ehtimal ki, insan cəmiyyətini bir neçə dəfə yenidən şəkilləndirəcək, formalaşdıracaq və s. Və bu tarixən bu belə olub. Fransız inqilabı və yaxud da qədim dünyada, nisbətən qədim dünyada belə deyək, Spartak üsyanı və yaxud da sosializmin baş qaldırması, sonradan daha da betər formaya düşməsi, bunların hamısı əslində hər şeyin necə mürəkkəb olduğunu, fərdlərin həm öz aralarında, həm də sistemə qarşı öz münasibətlərində necə də dəyişkən olduqlarını göstərir. Bu, həlli olan bir problemdirmi, yoxsa yox demək çətindir. Amma biz bilirik ki, Kafka bizim anlayacağımız dildə bunu bizə ötürüb, amma yenə də Kafkanın dünyasında qəribə bir mistika var. Bu mistika ona bir neçə qat verir. Həmin qatlar da müxtəlif formalarda bir-biri ilə, həm də bizimlə əlaqədədir. Onları başa düşmək üçün isə analiz etmək lazımdır. Və təcrübə çox önəmlidir. Sizin şəxsi təcrübəniz necə olub? Həyatda yaşamısınızsa, müəyyən bir yaşa çatmısınızsa və ya müşahidələr çox aparmısınızsa, bunlar nə dərəcədə üst-üstə düşür? Üst-üstə düşmürsə, siz tamamilə ayrı-ayrı dünyaların adamısınızsa, yəni Kafka bir tərəfə, siz bir tərəfə, onda onun əsərləri sizin üçün sadəcə deyək ki, zooparkda hansısa bir heyvana baxmaq kimi bir şeydir. Yəni, insanın öz fərdi təcrübəsi burada önəmlidir. Həmin təcrübə isə ictimai, siyasi, iqtisadi şərtlər altında formalaşır. Şərtlər Kafkanın dövrünün şərtləri ilə eyniləşəndə, bir-birinə uyğunlaşanda mənə elə gəlir ki, onun əsərləri də daha anlaşıqlı olur. Məhz bu səbəbə görə də son bir neçə ildə Kafka populyarlaşıb. Rəqəmsal texnologiyalar və s. kimi şeylər fərdləri daha da fərdiləşdirib. Və bizi daha böyük bir sistemlə üz-üzə qoyub və o sistem getdikcə böyüyür. Bu texnokratiyadır. Bu artıq rəqəmsal texnologiyalardır və o qədər sürət artıb ki, bütün bu proseslər ərəfəsində fərd bu sürətin qarşısında müəyyən qədər aciz qalır və alternativlər axtarır. Alternativlər də yaxşı ki, bədii ədəbiyyatdan və bədii filmlərdən gələ bilir bəzi hallarda. Dediyim kimi bir neçə məqama toxunmaq olar, amma Kafkanın oxuduğum əsərləri çərçivəsində mən deyərdim ki, bu məqamlar çox önəmlidir. Kafkanın dünyasında ən çox diqqəti çəkən elementlərdən biri də inanc, yəni inam daha doğrusu, inancı yox, inam elementidir. Yəni qəhrəmanlar, obrazlar çox vaxt inamlı formada çalışırlar nəyəsə nail olsunlar, amma bu taktiki bir xəta kimi baş verir. Yəni, məsələn, məhkəmə əsərində biz bunu görürük. Görürük ki, Joseph K. əslində motivasiyalı, həvəsli və s. olsa da, sistem onun inamından istifadə eləyir, yaşadığı cəmiyyətə, ölkəyə, dövlətə inamından istifadə eləyir və onu prosesin içində azdırır, onu prosesin içində əridir. Və sanki inam burada bir tələ kimidir və sən o tələyə düşürsənsə, sistemin qaydaları ilə hesablaşırsansa, onun mühakiməsinə pis yaxşı inanırsansa, çıxış yolunun olacağına dair müəyyən bir təsəvvürün varsa, bundan da batırsan. Yəni, bax, belə bir məsələ var. Mənə elə gəlir ki, mən bunu bəlkə də düzgün müşahidə eləmişəm ki, bu inam məsələsi bürokratiya ilə qarşılıqlı münasibətə girəndən sonra sistem öz məqsədinə çata bilir. Tamam mı? Yəni, sən bürokratiyaya inandığın anda və xüsusilə də inananda ki, onun bir məqsədi var, sən əslində qəbul edirsən ki, sən sadəcə bu bürokratiyada bir elementsən, xırda bir məsələsən və bununla da məsələ yeri gələndə bitə bilər.
Əslində təbii ki, zaman-zaman Kafkanın əsərləri, bəzi əsərləri haqqında müəyyən məlumatları istəsəm də, istəməsəm də eşidirəm. Məsələn, Qəsri mən oxumamışam, amma bilirəm ki, orada da müəyyən buna oxşar mövzulardan söhbət gedir. Çünki Qəsr əsərində də idarə edənlər çox əlçatmaz bir mövqeyədədirlər və həmişə məşğuldurlar, düzdürmü? Və belə olan halda ortada şəffaflıq yoxdur. Şəffaflıq olmayanda isə inam da olmur. Çünki biz məsələn yaxın dostumuza niyə görə inanırıq? İnanırıq çünki onun nisbətən onunla bağlı məlumatımız çoxdur, bizim gözümüzdə şəffafdır və yaxud da bir körpünün üstündən keçmək istəyiriksə, biz hardan güvənirik körpünün belə deyək də sağlam olmasına, dözümlü olmasına? Biz deyək ki, fizika qanunlarını bilirik ki, əgər filan yeri qırıq deyilsə, deməli körpünün üstündən keçmək olar. Yəni inam elementi həmişə müəyyən bir şəffaflıq, müəyyən bir yoxlanış tələb eləyir. Və Kafkanın əsərlərində mənə elə gəlir ki, bir çox hallarda bilirsiniz nə təbliğ olunur? O ideya təbliğ olunur ki, mürəkkəb sistemlərə inam bu çox ciddi bir problem kimidir. Bu sanki buna nə ad qoymaq olar bilirsiniz? Bu daha çox çox qəribə bir söz var Azərbaycan dilində, onu axtarmağa çalışıram. Məfhumat. Aha. Bax, bu daha çox məfhumatdır. Yəni heç bir məntiqlə izah edilə bilməz və bu məfhumatdır və bundan uzaq durmaq lazımdır. Sanki bax belə bir mən deyərdim ki, qəribə bir reallıq var. Yəni əslində Kafka şəxsi olaraq bunu yaşamış birisidir. Çünki onun Atama məktub əsərində əslində siz bunu görə bilərsiniz. Yəni bu özü hərfi mənada məktub idi və onu oxuyanda insan görür ki, o Kafka atasını olduqca ilahiləşdirirdi və ona vaxtilə çox inanırdı. Lakin sonradan öz tənqidi yanaşması ilə onun qayda qanunlarını puça çıxarmağı bacarmışdı. Amma yenə də hörmət bəsləyirdi, məsafə saxlayırdı. Amma yenə də məncə inam elementi Atama məktub əsərində də qabarır. Çünki biz görürük ki, yəni yeri gələndə qaydalar, qanunlar istəyir ailə daxilində olsun, istəyir dövlətin olsun. Bunlar həmin o sistemlərin özü tərəfindən pozulanda artıq inam da ortadan çıxır və beləliklə siz hətta mürəkkəb bir sistemin elementi olsanız belə artıq bir mənası yoxdur. Həmin sistemə inamın bir mənası yoxdur. Və ümumiyyətlə sistem çox maraqlıdır ki, dil vasitəsilə inamı necəsə formalaşdırmağı da bacarır. Deyək ki, reallıqda biz nə görürük? Deyək ki, müəyyən propagandalar, müəyyən ideyalar və s. bunların hamısı çox möhtəşəm, bəlağətli bir dillə təbliğ olunur və oturuşdurulur. İnsanlara inandırılır ki, deyək ki, yüksək vergilər əslində problem deyil və onlar cəmiyyətdəki müəyyən sabitliyin təməlidir, iqtisadi təhlükəsizliyi və yaxud da sosial ədaləti təbliğ eləyir və təmin eləyir və s. Və Kafkada da bu var. Kafkanın əsərlərində də biz həmişə sistemin, amma birbaşa yoxdur, həmişə dolaylı və mürəkkəb yollarla biz sistemin dili necə istifadə edərək, müxtəlif sözlər, ideyaları təbliğ edərək fərdi bir növ öz tərəfinə çəkməyə çalışdığını görürük. Amma bu heç bir halda fərddə və yaxud da əsərin hansısa bir obrazında inam yaratmır. Və inam yaratmadığına görə də həmin obraz bir çox hallarda özünü itirir, başını itirir və sonluğu da bir çox hallarda qaranlıq olur. Bir çox oxucuların Kafkanı sevməməsi səbəbi də bəlkə də budur ki, ortalıqda qaranlıq bir mənzərə olur həmişə. Sıxıcı, boğucu və s. Amma gəlin bir şey etiraf eləyərik ki, biz özümüz də əslində elə özümüzə qarşı münasibətdə həmin o mürəkkəb sistemlərin davranışlarını təkrarlayırıq. Biz özümüz də özümüzə yalan danışanda, özümüz özümüzə təsəlli verəndə, hansısa illüziyanın təsiri altında yaşamaq qərarı verəndə həmin o sistemlərin hərəkətlərini təkrarlamış oluruq. Yəni çox qəribə proseslərdir bunlar və bizim öz illüziyalarımız bəzən kənardan
müdaxilə vasitəsilə aradan qaldırılanda biz rahatsız oluruq, narahat oluruq. Ona görə də bəzi oxucuların Kafkanı bəyənməmə səbəbi mənə daha çox bu istiqamətdə düşünməyə vadar eləyir ki, əslində Kafka çox yaxşı bir iş görür və insanların illüziyalarını dağıtmağa çalışır. Onları başa düşmək isə istənilən halda əvvəllər də bu haqda danışdığım kimi öz şəxsi təcrübənizlə çox bağlı olacaq. Və öz şəxsi təcrübəniz əgər imkan versə ki, siz həmin o ağrılı məsələləri başa düşəsiniz, məncə əsərlərdən böyük fayda əldə etməkdə reallaşır. İnam elementi istənilən halda məncə Kafka üçün önəmli bir şeydir. Bilərəkdən və ya bilməyərəkdən dolaylı və ya birbaşa formada Kafka həmişə mənə elə gəlir ki, inam elementini analiz edir, hissələrə bölür, sonra isə sintez eləyir və ortalığa müəyyən bir mesaj ötürür. Ortalığa müəyyən bir mesaj çıxarır daha doğrusu ki, mürəkkəb sistemlərin məqsədləri fərdi səviyyədə formalaşmış məqsədlərdən və hədəflərdən fərqlidir. Əgər belə bir fərq ortalıqda varsa, sistemin fərdlə münasibəti və ya dialoqu heç bir halda inam yarada bilməz fərddə. Bax, belə çox unikal bir mənzərə çıxır ortalığa. Kafkanın mürəkkəb düşüncəsi ortalığa çıxır. Bəlkə də Kafkanın özü belə bundan bixəbər olub. Amma müasir insanlar bir çox şeyləri təcrübədən keçirdərək artıq deyirəm də, yəni 21-ci əsrdə fərqli gözlərlə, fərqli yanaşmalarla məsələlərə baxanda görmək mümkündür ki, yox, əslində Kafkanın demək istədiyi şeylər hələ də aktualdır və nəinki aktualdır, özünü doğruldur və bizim gündəlik həyatımızda şəxsi təcrübələrimizlə özünü biruzə verə bilir. Bu çox maraqlı bir məsələdir.